Evet, şimdi akademisyen Emil Caferoğlu'la birlikteyiz. Emil Bey, neden insanlar Masume annemizde toplanıyorlar ve burası neden bu kadar yoğun bir teveccüh görüyor? İlk öncə hepinizi salamlayıram. Bildiyiniz kimi müqəddəs Qum şəhəri İmam Rıza əleyhissalamın bacısı dəfn olduğuna görə bura gətirirlər. Şəhid rəhbərin cənazəsini bura gətirirlər. Ona görə ki, həm də Tehranın 100 kilometr cənubunda yerləşir və ikinci İranın müqəddəs şəhəridir və din bilimləri mərkəzidir. Burada böyük bir hovzələr var, mədrəsələr var. Dünyanın müxtəlif ölkələrindən xarici tələbələr burada təhsil alırlar və eyni zamanda İranın öz tələbələri də din akademik təhsil almaq üçün Qum şəhərinə gəlirlər. Və Qum şəhəri İranda sevilən bir şəhərlərdən biridir. Yəni, inqilabın mərkəzidir və inqilabi hərəkat məhz İmam Xomeynin hərəkatı bu şəhərdən başlanmışdır və ondan dolayı Qum şəhəri sevilən bir şəhərdir. İran xalqı arasında və eyni zamanda da Şiə Cəfəri toplumu arasında. Rəhbərin də cənazəsini ona görə Cəmkarana gətirirlər. Cəmkaran 1000 yıl öncə İmam Zaman məscidi kimi, İmam Zamanın sifarişi ilə tikilmiş bir məscid kimi tanınır. Ona görə dünənləri gecə rəhbəri, şəhid rəhbəri və onun ailəsi, şəhid olmuş ailəsinin cənazəsini Cəmkarana gətirirlər və orada namaz qılındı, meyit namazı qılındı və oradan Həzrəti Məsumə anəmizin ziyarətinə gətirmək istəyirlər. Amma insanlar həddindən artıq çox olduğuna görə burada hal-hazırda xarici ölkələrdən gələn qonaqlar və İranın başqa şəhərlərindən gələn qonaqlar çox olduğuna görə milyonlarla insan bura cəm olmuşdur. Bu izdihamı biraz qarşısını almaq üçün ki, bir problem, sorun yaşanmasın. Buna görə yarı yolda cənazəni Nəcəf, İmam Əli əleyhissalamın dəfn olduğu şəhər Nəcəf və Kərbəlada İmam Hüseyni ziyarət elətdirib, sonra oradan müqəddəs Məşhəd şəhərinə gətirib ziyarət olunub, dəfn olacaq inşallah. İnşallah. Peki ben son bir soru sormak istiyorum. İran halkı şehit liderinin ardından toplandı. Meydanlardaydık biz de. 128 gün geçmiş. İşte buna rağmen halk meydanları titretmeye devam etti. Mukavemet dedi. Zillet bizden uzak olsun dedi. Ve intikamımızı alacağız dedi. Şehit liderin yolundayız dedi. Agadi Şehidi İrani, yani İran'ın şehit efendisi. Fakat tüm dünyadan insanlar katıldı. Milyonlar vardı. Özellikle ben hani musallaya bakıyorum, ardından azadi yürüyüşüne bakıyorum. Yani 10 milyon değil, 20 milyon değil, 30 milyonu geçkin insan var. Biz bunu belə deyək ki, rəhbər şəhid olduqdan sonra İranın hər gün axşam saat 8-9-dan sonra gecə 12-yə qədər bütün insanlar döyüş getməyinə rağmen meydana çıxdılar, küçəyə çıxdılar və qorxmadan özlərinin can fəda deyilən bir sitəsində, yəni biz öz canımızı fəda etməyə hazırız, yəni orada qeydiyyatdan keçdik ki, biz döyüşə hazırız. Yəni milyonlarla insan orada qeydiyyatdan keçdi döyüşmək üçün və bunu da göstərmək istəyirik ki, biz heç nədən qorxmuruq. Çünki Tahranda olan küçə yürüşlərini, xiyaban yürüşlərinin birində Amerika oranı vurdu və oranı vurduğu zaman onun qəlpələrindən bir xanım və bir neçə insan yaralandı və şəhid oldular. Lakin buna rağmen insanlar qorxmadı, bildirlər ki, siz bizi vursaz da belə, biz bu küçələrdən, bu meydanlardan çıxmayacaq və sona qədər rəhbərimiz necə ki şəhid olub, biz də bu şəhidlik uğrunda, şəhidlik zirvəsinə çatmaq üçün dinimizi, məzhəbimizi və dövlətimizi qorumaq uğrunda canımızı verməyə hazırıq. Sizin bu bombalarınız, sizin bu uçaklarınız bizi heç zaman qorxuda bilməz. Çok teşekkür ederim Sayın Caferoğlu. Teşekkür ederim. Şimdi ayakkabılarımızı alacağız. Selame aleyke Masume deyip ardından da kabri ziyaret edeceğiz. Şunu